Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər, necəsiz? Hər birinizi salamlayıram müəllimlər. Sizə biz bilirsiniz ki, həftədə bir dəfə ödənişsiz qruplarda dərs keçirik və həftənin müəyyən günlərində sizə miqə və sertifikasiya düşmüş sualları atıram və izahlarını göndərirəm. İndi bu gün də dünən sizə mən 3 dənə sual atmışdım. İkisi miqə düşmüş sual idi, biri isə sertifikasiya düşmüş sual. Və dərslərimə qoşulan müəllimlər bilir ki, biz bunların hər birini neyinirik? İl ərzində işləyirik. Deməli, arc sinus sinus 12. Burada 12 dərəcə deyil, dərəcə yazıb üstünə yox. Deməli, mən ona 12 dərəcə kimi baxa bilmərəm. Arc sinusun, ümumiyyətlə sinusun qiymətlər aldığı oblast mənfi pi bölü 2 və pi bölü 2 aralığındadır. Pi bölü 2-nin, yəni pi-nin öz qiyməti neçədir? 3,14-dür. Onu da 2-yə böləcəksiniz. Mənfisi ilə müsbəti ilə. Təqrib eləyəcək 1,57, müsbət 1,57. Mən bunu 12 yazsam, yəni bunu atıb 12 cavabını götürsəm burada 12 1,57 ilə mənfi 1,57-nin arasında yerləşmir. Ona görə mən məcburam misilləri oradan çıxam. Məsələn 12-dən pi çıxsam, 12-dən 3,14 çıxsam bu aralığa düşməyəcək. 2 pi çıxsam, 3 pi çıxsam, gəlib 4 pi çıxsam orada özünüz yoxlaya bilərsiniz. Yazıram burada səliqəli şəkildə arc sinus 12 çıxılsın pi. 4pi. Həqiqətən də gələcək bu aralığa düşəcək. Üzərinə gəlsin. Kosinusda qiymət aldığı aralıq 0 ilə pi arasındadır. Yəni 0 ilə 3,14 arasındadır. Onda mən baxıram burada 12-dən yenə 4pi yazsam bu mənfi olacaq. Mənfi olduğu üçün də kosinus mənfi ola bilməz axı. Mən məcburam orada yazam arc kosinus 4pi'dən 12 çıxsam artıq müsbət olacaq və müsbət də bu aralığa düşəcək. Bunları atsam 12 çıxaq 4pi üzərinə gərək 4pi çıxaq 12. 12'lər cıngıldayır gedir, 4pi'lər cıngıldayır gedir. Cavab qalır 0. Bu suala 0 yazıb yanaşanlar düz yanaşmışdılar. Keçək növbəti 2024-cü ildə ədədi orta həndəsə orta. Mən sizə həqiqi ədədləri ödənişsiz qrupda da qayda izahını verib keçmişdim. Dərslərə qoşulan müəllimlər bilirlər ki, bu ildən artıq həmişə ilin sonunda mən işlədirdimsə bütün miqə düşmüş, sertifikasiya düşmüş sualları bu illəri artıq dəyişmişəm. Yəni oradakı vəziyyəti. Çünki müəllimlər rahat olanda ki, mən doğrudan da qəbul proqramına uyğun hazırlaşıram. Onda insan psixoloji cəhətdən rahat olanda rahat şəkildə də hazırlaşa bilir. O il ərzində stres keçirdə ki, görəsən mən düzmə hazırlaşıram, birdən başqa kitabdan işləsəm mənə daha töhfə verər, onu işləsəm, bunu işləsəm, artıq öz dərsləri qalır ortada. Oradan buradan da yarımçıq işləyəndə ilin sonunda nəticə toplaya bilmirlər. Dərslərdə 4 mövzudan bir miqə düşmüş, bugünə kimi düşmüş sualları neyinirəm, açıram, bir yerdə müzakirəli şəkildə işləyirik. Və müəllim orada artıq qərarını verir ki, mən doğrudan da istifadə elədiyim testlər miqin sertifikasiyanın proqramına uyğundur yoxsa yox. 6 ədədin ədəd ortası 28-ə bərabər. Yəni 6 dənə ədəd toplayıram. Məsələn, A1 üzərinə gərək A2, üzərinə gərək A3, üzərinə gərək A4, üzərinə gərək A5 və üzərinə gərək A6. Buna bir T desəm, yəni bu cəmə bir T desəm. T-ni neçəyə bölməliyəm? 6-ya bölməliyəm, bərabər eləməliyəm. Ədədi orta deyirsə 28-ə. Elə deyilmi? T-ni tapsam burada 6 vuraq 28 kimi yaza bilərəm. Bunu cibimdə saxlayıram müəllimlər. İndi buradan mən də qələmlə rəngi dəyişim. 4 ədədin ədədi ortası. Yəni 4 ədədin ədədi ortası A1 topla, A2 topla, A3 topla, A4 deyilmi? Yəni 4-ə bölmək deyilmi? Buna da bir M desəm, M bölünsün 4 33-ə bərabərdir. M-i buradan tapıram 33 vurulsun 4. 4 dənə ədədin ədədi ortası buradadır. 6 dənəsi də buradadır. 10 ədədin ədədi ortasını soruşur. T-ni tapdıq. Neçə? 6 vuraq 28. 6 dənə ədəd burada. M-i tapdıq. 33 vuraq 4. 4 ədəd də burada. Toplayanda 10 dənə ədəd eləyirmi? Da bir də bunları yazmıram da mən axıra qədər. Deməli, 10 dənə ədədin ədədi ortası T üstə gərək M bölünsün 10-a bərabərdir. Yəni 6 vuraq 28 üzərinə gərək 32 vurulsun 4 bölünsün 10 şəklindədir. Bunu da kalkulyatorla 33 daha doğrusu 33. Bunu da kalkulyatorla hesablayacaqsınız. Cavab eləyəcək 30. Bu suala 30 yazıb yanaşanlar nə etmişdilər? Düz yanaşmışdılar.